demişəm Əlif tüykü namuzlaşım başlayamıyorum ha. Geçen hafta başladım özüm biraz mutale elədim. Kitabı mən də başladım oxuyam. Çok iyi yazıb o tüykü kitabı. Əvvəli də çırıqısan elmi. Əvvəli də çırıqısan adam dastan nahinə yetişəndən sonra açıqlanın oldu. Bir də biraz dərsərinə vereyim nə bilir. Bir fəsl, zamanə hal. Ki uşaqda mən o. Cəngeli, mədrəsə dərs oxuyur. Hə. Bir fəsl. Dastan onun dastanıdır. Roman o uşağın yazdıqlarıdır. Arzulardan. Yaxşı, arzulardan sonra şəhər. Uşaq başlığı öz başına gələn nə? Tərifləyir. Və cəlibdə təvsiflər var. Deyək 3 dənə az yadımda belə get qabağı sevdiydim da. Adam təhriki cinsi deyil. Zat. Arzulardan sonra şəhər uşaq başlığı öz dili ilə tərifləyir. O zamandır ki, Ləbiyəmənlər Azərbaycanda savaşırlar. Buna bilmirəm hansı şəhərdir, o mərzlər Laçın. Laçından ilə qoflar, Laçının adını demiyor. O mənzurudur. Oyan kətlərindən qovublar, gəliblər şəhərə də bala-bala ilə pişrəvi edir. Öz rivayəti odur. O da aslında ki yanına bir fəsl budur, bir fəsl o. Vəsətdə də Bərdə Misri başlıqdır tərifləyir. O bir dənə dastandır ki, bu uşaq tapıbdı, ayəndə tapacaqdı. Gedib rivayətdə o da qoşubdu dastan. Əsli dastan yəni vidaki o uşağın dastanı. O elə bir dənə dastan içində o roman oxu əsli şəxsiyyət özü. Romanı tarixidir da, Misri zamanı, Bərdidari zamanına görə. O zamandan dənə də dastan gəldi bir-birinə. Deyib gözəl təvsiflər şəhərdə bu uşaqlıq zamanı ki gövə baxıymış. Əsli həzat məsələn elə bir gövə güllər vuruymuş. Bir gün baxır gövə gör ulduzlaydı. Həyyan ulduz. Deyib ki sandım ki mən buymuşam o gövdəşlər dərəniblər və işıq düşür. Mənə öyle çox cəlib bir təvsif gəldi ulduzlara ya doğru. Sarım təvsif. Niyə? Görmərəklər. Ədəbi olsun qəşəngdir daha ki mən baxıram. Güllər buymuşam indi ki ulduzlar. Onu oxu Qutay. Benim Qurban Səədin Əli və Nin olsun oxu. Mən bəd az müddətdən artıq oldu filminə baxam. Kəftə var. Kaç kitabını oxuyun sonra filminə baxın. Bəli, fərqi yox. Bax elə oxusan da ləzzət tapır. Və bərxəlafı farsi kitablar ki, mən səssiz oxuyam, elə gözümü ilə xəttlərdə onlar eləyəm. Bu məcbur olmuca səs ilə. Türküdür. Özünün büzü oxuduqca bir dənə düzü səs çıxıb önündən da. Yox, ruhani. Səsin eşitməyində təhvil almır. Hə, təhvil almıram və təsvir sazı eləyəməyəm. Belə də təsvirini. Bilməyib, o yazı ki, kəlmə ki gəlib döydü nə məfhumu var. O oxuya eşidə bilir. Ta eşidə və təsəvvür eləyəm ki odur. Farsi kitabda sənə cüdəyən, farsi kitabda çox rahat edəyən var. Sənin zəbanı, təsvirin eləyi farisidir. O da qeyri məktəbə də, dəyərliyəsi. Hətta İngilisidə də müşkülüm yox. Əvvəlin türkü kitabdır, başlamıcan oxusan. Əvvəlimizi sağ oxuyaq. Bəd az müddət əvvəlimizin. Əvvəlin kitabı ki oxumuşdum şeydi o. Balaca balıq, gərə balaca balıq idi ki. O PDF oxumuşdum. Oha, gəldim o abim. Məndə qıssadır düzdür. Çox da yadımda deyil hətta. Bilməm o zaman düz oxumuşam yenə. Bax başlamıcandan sən kitab oxuyan idin biraz kəmkarı eləmisən. Xodi bu kitabın özündə də bəzi çox qələt imla və inşa. Heç gərək edəm paverəgiyə baxam. Ya bir şey sırça elə. Olay hələ heç. Olay məsələn üçün Rusiya dilindən qatışmadığı məsələn öz dillərini yazır. Olay qabili qəbuldur. Kullən imlai və inşai qələtləri var bəzən. O şeydə ehtimal söyləyim tədbirlər kitab olur. Şeydən məsələn özü kitab qoyam qabağıma oxuyuram deyəm ha bu yazsın məsələn bu feili gəl islah olar. Bu kəlmə məsələn Şəhərlikdən nə biləm şirindir. Mən çox çəkib ta əl çəkəm kitabdan. Mən 2 gündə 40-50 səhifə oxumuşam. Yadıma gəlmir kitabdan 2 gündə 40-50 səhifə oxumuşam. Mən də 3-4 fəsl oxudum. Hər şey şahsiyyətim qabağa. Yox da mən sən səhərdə iş var deyildi da. Tədbir məsələn tərəf işdi abi yəni kitabım vardı və belə oxucuna tədbir edir. Virus tarix kitab bənəmə nədir? Vaydı. O virusdan nağa kitab oxuyur. O cəb pul kitab əvvəldən axı oxuyur, ona görə atın zamanda. Elə də.
kitaba qəbləz bu kəsən şeylər özüş bilirəm. Nevisənliylə danışırlar. Sən kolliyyət kitab əlinə gəlir ki, nə mənədir? Haya gedi, buradan çıxır haya gedi. Roman olsa məsələn. Soya ki, müəllifə məsələn təlif eləyibdi, filan eləyibdi. Nevisənliylə bir qol oyanmayanı. Gedi müstəqim viraslara. Bu gəli qələt imlayı çək eləyir, virgul qoyur, əlamini qarşı işlədi. Oxuya o işlər gedir qabağa. Yəni birisi oxub təzəşdən qeydib oxumur. Aman da. Amma biləxərə kitab oxudu da. Hada kamil oxudu. Özü çox cüziyyat yəni. İndi elə bilmən. O son arzulardan sonra şəhəri bir şey oxumuşam da. O bir şeydə də mütəvəccüh olmuşam. Oxuduqca rast gəldi altında qırmızı qanun xətt çəkmişəm, islah eləmişəm. İslah eləyib vermişəm özünə də öyle bir şey oxumaq olur. O islah eləyib oydan çapa, sonra da çapa. Oha kitab oxu. Ay hər işinə proje var filan getdi. Mən bilmirəm məsələn Ay şimdi əvvəl kitab oxuyur. Ola niyə belə qələt imlayla şairə aid bizim kitablarda? Gələm ya pul verilirlər düzəllə məsələn həzinə eləmirlər, öyle də başda oxuyurlar. Ya da ki vaqəən besavaddır. Axı Farsi kitabda bilməm nə qədər biləvər yaz gəlmişəm. Mən bu kitabla ki oxumuşam, çox təkətür. Farsi kitablar çox az. Qumun işarat olsa bedun istisna qələti çıxır. Yox, la şimdi oxumuşam xasa. Əslən intişaratda adres yazdı Qum. Yəni həttəmən bunda bir qələtimlə özdə məzhəb kitab yox ailə məsələn o məruf kitablardan görsən vurubda deyir. Qum tərəf olanda olay o qələtdir. Tehrançılar məsələn qəşəng olurlar. Təbrizinçilərdə bir dən Farsilərlə mən azaraq görmüşəm, bəli türküdə çox görüşürük. Zaten seçəyi ilə düşdü. Mağatdır mən türk kitabı. O belə çərtmişlər var mən. Deyəm mən hətta mənim belə savadım yoxdur zəbadı zəbanı türk. Və elə mən oxuyam qələtdən çıxadan rahat deyə bilirəm məsələn əgər Heç savasan bir kitab oxusan qələtin oxu. Mənə pul verir məsələ idi o işi görürəm bax. Sən məcbursan onu məsələyə 500 şəfədə bir həftədə qutayas. Qutayam da. 8 saat gərək kitab oxuyasan. 500 səfər bir həftədə. Niyə da səndə? Yəni sən neçə gün nə qutayasan? Elə bir həftədə qutayam gündə bir saatını. Sinuha. Mən öncə oxudum da Sinuha 2 cild idi. Hər cildi bilmirəm 500 ya 600 səfər idi. Kəftənin içində 2 cildin qutayım. Sən bir cüzə babi bəzi şeylə əlaqə ilə olanlar və öz içindən məsələn bir şey coşanda konc qaldı. Xora olurlar. Bəli bəzi kitab gələcək zəhləng gələcək mən demirəm ki hər kitabı. Məsələn intiqamım ola da deyilə bu kitabı neçə məsələn o arzulardan sonra ki deyilə neçə alırsan bu viraslarını məsələn demək istəyirəm. Belə bu. Get vida, get o bazarda bir tərəfdə zətdə divarda zətdə qoyucu, virasdır, rayı. Kafi üstənməz bəcəyir. Ağa mən yetiyəm, bir həftə yetiyəm mən. Yeti məsələn ya 200-ünü cəyim eləyəm. 200 verəyəm. Əslən bir həftəyə yetiyim fikrim və hayqan bu işi görən olmaz. Deyəm abi ben Sıç bazarı virasların içine mi var? Ola bir defa var müftüşlü özüyle geçişliyor. Pulalarının geçişliyor. Ola hemen bu inşallah şartı gibi tümen böyle değildi. Ne çolay ne zahmet mesela. Bilmiyorum ki kitap yazın. Ben diyeceğim abi viraslarlığın eləyəcəm ahide bir cildi kitabdan verəcək sözüm. Hər şey eyni. Nasıl varsa ne var? 500 minlik kitabdı mesela değerli yema. Dersimizde mi o kitabın özünden? Bir cildim vermədim. O qiyməti çox olur. Onu deyirəm, xod tuvalet muhtəvədə kəlmə hesabı gəlirlər qabaqda. Kəlməsi 400. 1000 kəlmə yazsan 400. Sən fərz elə bir dənə kitab oxuyacaqsan bu arzulardan sonra gəlmisən 240 səfərdə məsələyə. Elə hər iki səfərdə bir açar olur. Hər şey rahat nəzərə gəlir, bizim nəzərə rahat gəlir. Ya vaqəən rahatdır bu iş kimindir? Miraslarla. Ha. Təcrübəmiz yoxdur. Bilən mənzur xas mədrəsələr istəyir. Mənzur deyə təvəhhümdə də məsələn deyir, içinə şeylə deyir. Məsələn girəm deyilə filan şey başarasan, qulağım taqqıldı. 100% gərək zəbanı farsi, dəsturun zadını başarasan, qəvaidini oxuyasan qabağa, nigarişi başarasan.
İmla da çok hətta dağılıq hamısında qabağıq da. Biz o hətta İl ona göre diyeyim da. Diyeyim mesela Zəbani Farsda xastı bir dəstur yoxdur biz baş aylamış olaq. Dəstur Zəbani Farsda mən taplaydan şahit mesela o ara aileyde heyden bir çıkıydı. Ki o da kitabda araya nə qədər Ben Dəstur Zəbanında ruayet el-hamin nigarışı filan ben Bizde kardeş bu gelip sen mesela elə kitab gel tercüme eləmedi mesela deyirlər bu divanı mesela Ha, şəmsini cəhət bunu tercüme elə. O Ya da ben şey. böyle sadedir ya biz mesela biz qabağı Tuvalet muhtəva baxışımdan baxsın bizləyə sadədir. Bəli çox adamdan çox çətin. Mən oxudum, gördüm də. Niyə yalan deyir? Ben Ben hatta iddiam vardı bir zaman. Bir tane Fars'la ben oturup Dəstur Zəbani Fars'ta kıfırlayabildim biraz. Sən iddian zəban inciliyi sövgəşən nədir? Yani zəbanincilisi ilə oturuyor. O adamlar ki native danışırlar, düz danışmır. Nə danışırlar? Native bu mən məsələn Amerika'ydı, Los Angeles'in içindədir bir dənə zəbanı 27 yaşında sənətdaysan, İrandasan zəbanı oxursan. Əgzadə mu cümlədə veysələ deyəsən hə, bu gəhbic yola, bu iştibatdır. Onu öysən, məhfumiyyət etdi iştibahı. Xoda türkü danışmamızda məndən sən çətə elə yağa gəli yazı yox, bu büçükdür. Sən də bilmirsən, mən də bilmişəm. Bəli düzü odur. Düzü odur ha, bəli sən də bilmirsən, mən də bilmişəm. Çox azdı da özü elə bir öz işlərində. Bizə də zehn ilə o bəzi vaxtlar zehni ötəliyə. Bu elə budur bu. Kullan yok. Bir de bazı zihni fikirleyen zəban şinasiyə bazlıqlar oluyor. Bizlə olaydan idik ki fikirleyen təlimə fikir yani. Mən 2 il zad O oturdum. əcib adam nə olurlar da sən mesela gözü tərəf 10 dənə dili boşa. Əcib zehn Sizə başqa mahilə deməyəm ki, bu iki dəstur zəbana bir varid ola bilər bu. Dəstur zəban özü məsələn bəhrinə gəndə riyaziyyat kimi bir dərsi olur. Oyanmayan cahilləsən Ha. tavəsatını tapasan. Ona görə çox adamın hövsələ, nə hövsələsi ki, ne zehni məsələn zədəli.